Hər birini salamlayıram. Əziz Qəbələ əhalisi. Burada gördüm ki, oğurluq yoxdur. Çox xoşuma gəldi. Qəbələdə çox adam maşının qapısını bağlamır, şüşəsini qaldırmır yuxarı. Əla bir şeydir. Buna görə sizə təşəkkürlər. İnəklər də dağda, meşədə sahibsiz otlayırlar. Bu çox gözəl bir şeydir. Var olasınız. Oğurluq yoxdursa əla, mükəmməl. Sonra küçədə bir nəfər olsun, qışqıra-qışqıra getmir, söyüş-söymür. Bu da gözəldir. Şəmkirdə mən gözəl şeylər gördüm. Onlardan da misal çəkeyim. Şiştəpə kəndində. Deməli, insanlar birləşiblər, birlik nümayiş etdiriblər və düz bütün kəndin yolunu asfalt ediblər. Ta ki qəbirstanlığa qədər. Yəni biraz uzaq idi oraya getmək, yol rahat değildi. Oranı düzəldiblər. Yol boyu çınar ağacları əkiblər, təsəvvür edin. Və maşın da tutublar, onu gəlib suluyur. Ağaclar böyüsün. Bir məscid tikdiriblər gözəl. Sanki Tac Mahaldır. Sonra qaz çəkdiriblər. Parkı remont ediblər, qəşəng səliqəyə salıblar. Bir sözlə cəmaət öz kəndinin qədrini bilir və gözəl işlər görür. İndi sizdən bir dənə xahişim var. Siz də bax bu gözəl məkan, cənnət xatirinə birlik nümayiş etdirin. Yəni mən demirəm pul yığın, asfalt çəkin, neyin. Yox. Pulsuz bir şey təklif edirəm sizə. Bax bu gözəl təbiəti bu hala salmayın. Olar mı? Axı heyifdir bax bu mənzərə. Ərəblər bunun, yəni bir dənə belə balaca bir dağ versəydin ona, balaca bir güşə, 1 milyard dollar verərlər ki, Ərəbistanda belə bir yerləri olsun. Amma siz bu cür cənnəti bax bu hala salarsınız. Mən demirəm itlərə yemək verin, itləri saxlayın. Ona hələ sizin çatmağınıza çox var. Ən azından bax bu təbiəti belə zibilləməyin də. Bir də balaca bir şey xahiş edirəm ki, birlik nümayiş olunsun. Əslində mən burada başqa cür danışa bilərdim. Amma mədəni danışıram. Xahişlə danışıram. Bax bu təbiəti zibilləməyin. Deyin niyə? Çünki biz valideynlərimizi, sevdiyimiz dədə-babalarımızı, analarımızı, atalarımızı bax bu torpaqda bastırırıq. Ona görə bu torpağa bu cür münasibət bəsləmək şərəfsizlikdir. Normal bir şey deyil. Biz ama şərəfsiz deyilik, eləmi? Sonra bu torpaqdan bitki çıxır, ağac olur, meyvəsi olur, kartuşkası olur. Yəni torpağın hesabına qidalanırıq. Bu bizə yemək verir. Bizə yemək verən bir varlığa bu cür münasibət normal mı? Normal deyil. Bu insanlıq deyil. Yəni bizə yaraşmaz. Əgər biz oğurluq eləmiriksə, söyüş söymürsə, deməli biz insanıq da. O zaman bəs onda bu hardan çıxdı belə bir münasibət? Torpağın üstündə gəzirik. Torpaq olmasa biz harda qalacağıq? Havada. Yəni bunun hesabına varıq da bu torpağın. Üstəlik də siz bu torpağı satırsınız, varlanırsınız. Nəsə tikirsiniz burada, arenda verirsiniz, torpağın hesabına varlanırsınız. Yəni yaşayırsınız da gününüz güzaranınız olur, ruzi qazanırsınız. Bəs o zaman bu nədir belə? Mən də sizə deyirəm ki, bir dənə birlik nümayiş etdirək, sizli bizli. Vay vay vay, yazıq it ölüb ki burada. Ya soyuqdan ölüb, ya zəhərlənib nədənsə, ya da ki vurub öldürüb. Nəysə, sonunda bu normal bir şey deyil bax bu. Buradan sizdən çox xahiş edirəm. Bu ədəbsizliyə, bu biabırçılığa, bu insafsızlığa, bu axmaqlığa son qoyaq. Birlik nümayiş etdirək, gözəl cənnət Qəbələmizi daha da gözəl eləyək. Yəni bunun üçün pul tələb olunmur. Zibil kutuları buradan 500 metr, 1000 metr o tərəfdədir. Ora ata bilərsiniz və yaxud da ki, deyə bilərsiniz ki, işıq pulu, qaz pulu verilirsə, gedək kommunalla müqavilə bağlayaq. 2 manatımızı ödəyək. Bura bir dənə yeşik qoysunlar.
həmin o 2 manatların hesabına öz yerlimiz də burada işləyən, ya da adamlar gəlib burada işləməyəcək ki, kommunal idarəsində. Onlar gəlsinlər, yığışdırsınlar. Həm maaş alsınlar, həm də biz uzağa aparmayaq bunları və torpaq da, vətən də, bu gözəllik də bu hala qalmasın. Oldu mu? Bilmirəm nə dərəcədə bu işləyəcək, bu çəkdiyim video işə yarayacaq, amma düşünürəm birinci növbədə bu cür normal müraciətdən başlamaq lazımdır. Təşəkkürlər.